Salam uşaqlar, hər vaxtınız xeyirli olsun. Deməli, bugün həndəsə nəsil anlayışı 11-ci sinif test toplusunun birinci bölməsinə baxacağıq uşaqlar. Deməli, düz xətt, şua, parça və parçaların ölçülməsi. Gəlin birinci sualdan başlayaq. Birinci sualda nə deyir? Deməli uşaqlar, birinci sualda deyir ki, uzunluğu 39 olan bir parça. Uzunluğu 39 cm olan düz xətt parçası. Uşaqlar, bir dənə parça çəkək. Məsələn, parçamız olsun AB parçası. Deyir, AB parçasının deyir, uzunluğu uşaqlar 39. Baxın, iki nöqtə arasındakı məsafə 39. Və bu düz xətt parçasının 3 bərabər hissəyə bölünmüşdür. 3 bərabər hissəyə bölünmüşdür. Gəlin 3 bərabər hissəyə bölək. Uşaqlar, bunu 3 bərabər hissəyə böləndə, yəni 39-u biz 3-ə bölsək, bizə verəcək 13-ü. Deməli, hər bir uzunluq olacaq 13, 13, 13. Nə deyir? Kənar hissənin orta nöqtələri arasındakı məsafəni də. Uşaqlar, baxın, bu kənar hissənin biri budur, biri də budur. Bu iki dənə qırmızı ilə yazdığımız hissələr kənar hissələrdir. Kənar hissələrin orta nöqtələri. Uşaqlar, bu kənar hissənin ortası ilə, yəni 13-ün ortası nə deməkdir? 6.5, 6.5. Yəni, bura 6.5-dir, bura da 6.5-dir. Sonra bir də bu kənar hissənin ortası. 12 yarıya bölsək 6.5, burada 6.5-dir. Kənar hissənin ortalar arasında uşaqlar, bax, bu məsafəni soruşurdum. Bu məsafə nə olacaq? 6.5, 13, 6.5-in cəmidir. 6.5, 13, 6.5-i toplasaq, 6.5 ilə 6.5-i toplasaq, 13-i verəcək. 13 ilə də 13-ün cəmi 26-dır. Yəni, kənar nöqtələri arasındakı məsafə oldu 26. Yəni, bir də cavab B variantı. 2 bunun oxşarıdır. Gəlin 3-ə baxaq. Deyir, düz xətt üzərində bir dənə düz xətt götürək. A, B, C, D, Y və nöqtələri verilmişdir. Deməli, A, B, C, D və Y nöqtələri verilmişdir. Alınan şuaların sayı. Uşaqlar, şuaların sayı düsturu, şuaların sayı 2N'dir. N nədir burada? Nöqtələrin sayıdır. Nöqtələrin sayıdır. Deməli, N oldu burada nöqtələrin sayı. Məsələn, düz xətt üzərində neçə dənə nöqtə var? 1, 2, 3, 4, 5. 5 dənə nöqtə olduğuna görə şualar N'in qiyməti 5-dir. Onda şuaların sayı nəyə bərabərdir? 2-ni vururuq N-ə. Yəni, 2-ni 5-ə vursaq 10 dənə şua var. Bəli, burada oldu 10 dənə şua. Yəni, şualar hər nöqtədə 2 dənə şua var. Məsələn, bu nöqtədə biri belə gedir, biri belə 2 şua. Bu nöqtədə 2 şua. Bu nöqtədə 2 şua. Hər nöqtədə 2 dənə şua olanda şualar 5 dənə nöqtədə 10 dənə şuadır. Burada cavab olur B variantı. Sonra 4 də bunun oxşardır uşaqlar. 4-ü mən sadəcə düsturunu yazacağım. 4-ün düsturu belədir. Parçaların sayı bərabərdir. N vuraq, N çıx 1 böl 2 düsturudur. Burada da N yenə nöqtələrin sayıdır. Nöqtələrin sayıdır. Məsələn, düz xətt üzərində neçə dənə nöqtə var? 5 dənə. N-i yerinə apar 5 yazsaz, görəsiz ki, parçaların sayı nəyə bərabərdir? 5-i nəyə vurarıq? 5-dən 1 çıx. 4-ə vurub 2-yə bölərik. Bu da bizə yenə 20-nin yarısı 10-u verəcək. Yenə 10-u verəcək. Burada da cavab olur yenə 10. Deməli, 4-də də oldu C variantı. Gəlin 5-ci suala baxaq. Görək bizdə 5-dən nə istəyir? Uşaqlar, 5-də deyir ki, uzunluğu 48 olan AB düz xətt parçası. Bir dənə uşaqlar, düz xətt üzərində AB nöqtəsi qeyd edilək və bu parçanın uzunluğu 48-dir. Və bu parçanın üzərində hər hansı bir M nöqtəsi götürülüb. Gəlin bunun üzərində bir M nöqtəsi götürək. Sonra nə deyir? AM parçasının uzunluğu, yəni bura, MB parçasının uzunluğundan 7 dəfə böyükdür. İnşallah burada nöqtəni səhv götürdük. Gördüyüm dəqiqə. A, M nöqtəsi bax təxminən burada yerləşir. Deyir, AM parçasının uzunluğu, yəni bura. AM nəyə bərabərdir? MB parçasının uzunluğundan, yəni AM bərabər MB-dən 7 dəfə böyükdür. Yəni, MB-ni 7-yə vursaq AM-i verəcək. Yenə deyirəm, AM parçasının uzunluğu MB-dən 7 dəfə böyükdür. Yəni, MB-ni 7-yə vursaq AM-i verəcək. Şolar, MB-yə bir X desək, onda X-i 7-yə vursaq nəyi verəcək? 7X. Onda AM-imiz neçə X olacaq? 7X. Burada oldu 7X. Baxırıq ki, 1X ilə 7X-in cəmi, 7X ilə 1X-in cəmi AB parçasını verəcək. AB parçası həm 7X ilə X-in cəmidir, həm də bu 48-i verirsə, 8X bərabər olur 48-ə. X də nəyə bərabərdir? 6-ya. X-in yenə apapşalar 6 yazsaq, bura olacaq 6, 7-ni 6-ya vursaq nəyə verəcək? 42. Onda AM-in uzunluğu 42-dir, burada olur 6. Deməli uşaqlar, MB parçasının uzunluğu olur 6, AM-in də uzunluğu olur 42. Bizdən nəyi soruşur tab?
MB parçasının uzunluğunu tap. Uşaqlar, MB parçasının uzunluğu neçə oldu? Baxın 6'dır. Bax bizdən bu 6'nı soruşur da. Burada 5'də cavab oldu 6, yəni 5'də A variantı. Və 6-cı sual bunun oxşarıdır. Gəlin 7-yə baxaq. 7-də nə deyir? Uzunluğu 20 olan AB parçası. Bir dənə uşaqlar AB parçası götürək. AB parçası götürək və deyir AB parçasının uzunluğu 20'dir. Və M nöqtəsi qeyd olunub. Burada M nöqtəsi qeyd olunub. AM və MB parçasının orta nöqtələr arasındakı məsafə. Uşaqlar, AM parçası ilə MB parçasının ortası deyəndə AM-in ortasından bir dənə düz xətt çəksək, AM-in ortası nə deməkdir? Bura bir X yazsaq, bura X. Bəs MB parçasının ortası deyəndə MB parçasının ortasından bir dənə düz xətt çəksək, bura bir Y yazsaq, bura Y olur. Çünki şərtdə demir ki, AM ilə MB bir-birlərinə bərabərdir və yaxud M nöqtəsi AB parçasının ortasıdır demir. AM hər hansı bir uzunluqdadır, yarıya böldü X, MB də hər hansı bir uzunluqdadır, yarıya böldü Y. Və bizdən bu AM və MB parçasının orta nöqtələr arasındakı məsafə. Yəni bunun ortası buradır, MB-nin ortası buradır. Bu iki orta arasındakı məsafə deyilsə, şola baxın bizdən bunu soruşduq. İndi gəlin baxaq. X'i topladıq, 2x, y topladıq, 2y. Deməli şolar 2x-la bu 2y-in cəmi bizə 20-ni verəcək. 2'ye böl x, 2'ye böl y, 2'ye böl 10. Deməli x ilə y-in cəmi neçədir? 10'dur. Onda şolar buradakı bu hissənin uzunluğu elə x ilə y-in cəmidir. X ilə y-in cəmini soruşur da. X ilə y-in cəmi də neçədir? 10'dur. Yəni bu sualın cavabı oldu 10. 7-də Y variantı. 8 bunun oxşarıdır. Gəlin növbət suala baxaq. 9'a baxaq. Baxdıq 9'a. 9'da nə deyir? Deyir AB parçası üzərində şolar. Bir dənə AB parçası götürək. AB parçası üzərində AB parçası üzərindəki nöqtədir. Deməli AB parçasının üzərində hər hansı bir nöqtə var. Bilmirik hansı nöqtədir. C götürək. AB parçası üzərindəki nöqtə birinin uzunluğu digərinin uzunluğunun 24%-nə bərabər 2-yə bölür. Şolar 24% nə deməkdir? 24'ü 100'e bölsək 0,24'dür. Yəni birinin uzunluğu digərinin uzunluğunun 24%-ni təşkil edirsə, onda birinin uzunluğu digərinin uzunluğunun 0,24%-ni təşkil edəcək. Onda gəlin buna belə baxaq. Bura bir x desək, məsələn, birinin uzunluğu digərinin uzunluğu deyək ki 0,24%. Birinin uzunluğu x olsa, CB'nin uzunluğu x'in uzunluğunun 24% olacaq. Yəni x'in uzunluğunun 0,24% olacaq. Deməli CB x'in 0,24 hissəsidirsə, hissədə vurmadır. X'i 0,24'ə vursaq, bu da bizə verəcək CB-ni. Şərtdə deyir ki, birinin uzunluğu digərinin uzunluğunun 24% olan. 24% 0,24'dir. Yəni birini x desək, o birinin uzunluğu da x'in uzunluğunun 0,24 hissəsidir. Yəni x vur 0,24. Deyir alınan parçaların uzunluqları fərqi 76'dır. Şolar, bu böyükdür, bu kiçikdir. Bu parçanın uzunluqları fərqi deyəndə 1x-dan nəyi çıxırıq? 0,24 x-i çıxsaq, bu parçaların fərqi 76'nı verəcək. Şolar 1x-dan 0,24 x-i çıxsaq 0,76 x-i verəcək. Bu da bizə 76'nı verirsə, x-da nəyə bərabərdir? 76 nəyə bölərik? 0,76'ya. Məxrəci 100'ə vur. 76 sürəti 100'ə vur. 76 vur 100. Bu 76'lar gedir. X-in qiyməti olacaq. Elə 100'ün özü. Demək şolar x oldu 100. X'in qiyməti 100'dürsə, aparıb bura yazırıq 100. 100'ü də 0,24'ə vuranda şolar, buranın uzunluğu olur 24. Bizdən nəyə soruşur? AB'nin uzunluğunu tapın. Şolar AB'nin uzunluğu 100 ilə 24'ün cəmi 124'dür. Yəni AB parçası bərabərdir 124'ə. Bu da oldu AB'nin uzunluğunu soruşdu. 124 cavab olacaq C variantı. Deməli 9'da cavab C. Keçək növbət suala. Şolar gəlin baxaq. Baxırıq ki 10 oxşar sualdır. 17. Gəlin 11'ə baxaq. Deyir belə bir parçadır şolar 11'də. Deyir bura M'dir, bura N'dir, burada Y'dir. Deyir M'in NY-dən 2 dəfə uzundur. Şolar M'in NY-dən 2 dəfə uzundursa M'in nəyə bərabərdir? 2 vuraq NY-yə. Yəni bu demək ki M'in NY-dən 2 dəfə uzundursa NY-yə x desə M'imiz nə olacaq? 2x. Yəni M'in NY-dən 2 dəfə uzundur. Şolar M'in qiyməti deyir 14'dür. Baxın M'in 14'dür. Deməli M'imiz həm
m'nimiz, bura m'dir bu. M'nimiz həm 2x m'nimiz həm də 14 ise deməli x'in qiyməti 7'dir. 14'ü 2'ye böl 7. Onda x'in qiyməti 7'dir. Bura 14'dür, bura 7'dir. Bizdən nəyi soruşur tap? M y'ni tap. Şolar onda m'dən y'yə qədər məsafə ilə 14 ilə 7'nin cəmidir. Yəni 21'dir. Y variantı. Bu da oldu 11'in cavabı Y variantı. 12 bunun oxşarıdır. Gəlin 13'ə baxaq. 13'də nə deyir? Bir dənə belə bir parça verildi. Bura A'dır. Bura C'dir. Bura B'dir. Deyir AC parçası CB'dən 20% böyükdür. Şolar AC CB'dən 20% böyükdür. 20% böyükdür. Məsələn, gəlin belə deyək də, bir CB'yə bir x desək, yəni CB'nin uzunluğu 1x-dırsa, AC CB'dən 20% böyük nə deməkdir? AC CB'dən 20% 0.2 deməkdir. 0.2 böyükdür. Yəni 1x-in üzərinə 0.2x gələndə, onda AC'nin uzunluğu olacaq 1.2x. Cümləyə bir dənə fikir verin. Deyir AC parçası CB'dən 20% böyükdür. CB'nin uzunluğu 1x olanda x'dan 20% nədir? Böyük nə deməkdir? Şu olar x'siz, yəni 1x deməkdir. 1x'dan 20% böyük demək, 1x'dan 0.2x böyük demək. Deməli AC 1x'in üzərinə 0.2x gələndə AC'nin uzunluğu 1.2x olur. İndi şərtə baxaq. CB'miz neçədir? 25'dir. Şu olar bu CB'nin uzunluğu, baxın bura 25'dirsə, yəni bu 1x'imiz 25'dir də. Onda bura 1.2x daxil. Bəs x'in yerinə 25 yazsaq, şərtdə deyir CB 25'dir. Yəni x'in qiyməti 25'dirsə, aparıb x'in yerinə 25 yazsaq, 1.2'ni 25'ə vursaq, bizə nə verəcək? 30'u verəcək. 1.2'ni 25'ə vursaq, bizə verəcək 30'u. Onda bu hissənin uzunluğu olur 30. Bizdən nəyi soruşur? Tap AB'ni tapın. Şolar AB 30 ilə 25'in cəmidir. 30 ilə 25'in cəmi nə verir? 55'i. Bizdən AB'ni tap deyir. AB'nin qiyməti olur 55. Yəni C variantı. 13 oldu C. 14 bunun oxşarıdır. Gəlin növbət suala baxaq. Şolar 15'e gəlin baxaq. 15'də nə deyir? Buranı sildik. Baxdıq 15'ə. 15'də əvvəla parçanı çəkək. Deməli belə bir parçadır. Bura A'dır. Bura C'dir. Bura B'dir. Deyir AC, deyir C nöqtəsi AB parçasını A nöqtəsindən başlayaraq 2'nin 3'ə nisbətində bölür. Yəni 2 bölü 3 nə demək olur? Yəni 2x, 3x. Şərtə fikir verin. Deyir C nöqtəsi, bax bu C nöqtəsi. AB parçasını, yəni AB parçasını A nöqtəsindən başlayaraq deyir 2'nin 3'ə nisbətində bölünür. Yəni AC'miz 2x, CB'miz 3x'dir. Bunu bildik. Bizdən nəyi soruşur tap? AC böl. Burada şu olar nöqtəli böləklə verib deyir. AC böl AB'ni tap. Biz kəsirlə yazaq. AC böl AB'ni tap deyir. Baxırıq ki AC'miz neçə x'dir? 2x. Sürəti yazdıq 2x. Bəs A'dan B'yə qədər məsafəmiz neçə x'dir? 2x-dan 3x'in cəmidir. Yəni 5x'dir. Onda AB'miz bütövlükdə olur olar 5x. Aparıb AB'nin də yenə 5x yazsaq, x'lar C'də cavab olacaq 2 bölü 5. 2'ni də 5'ə böləndə nəyi verir? 0.4. Yəni bu sualın cavabı olur 0.4. 15'də D variantı. 15'də D variantı. 15'də D variantı. 16 bunun oxşarıdır. Gəlin 17'yə baxaq. Bunu sildik. 17'də nə deyir? 17'də şola şərtə baxaq. Deyir C nöqtəsi AB parçasının orta nöqtəsidir. Baxın. Bir dənə AB parçası çəkək. AB parçası. Deyir C nöqtəsi AB parçasının ortasıdır. Orta nə deməkdir? Yəni bura ilə bura bərabərdir. Deyir D nöqtəsi C ilə B arasında yerləşir olar. Deməli D nöqtəsi C ilə B-nin arasındadırsa, D nöqtəsi hardasa olur bax burada. Bir dənə yazaq. Yazaq ki AC bərabərdir CB-yə. Çünki C AB-nin ortasıdır. Və D nöqtəsi deyir. D nöqtəsi C ilə B-nin arasında yerləşir. Gəlin verilənləri yazaq. Deyir AD'nin uzunluğu A'dır. Baxın şolar. Buradan bura qədər məsafə bizə A'nı verir. BD'nin uzunluğu B'dir. Yəni bax bu məsafə bizə verir B'ni. Bizdən nəyi soruşur? DC'ni tap. DC. Şolar DC'ni tap deyilsə DC'yə bir x yazaq. X yazaq. Yazdı. DC'yə bir x yazaq. Bizdən soruşur DC'ni tap. DC'ni tapmaq elə x'i tapmaqdır. Şolar baxın.
Buranın bütövlükdə uzunluğu nədir? X ilə B-nin cəmidir. Bəs şərtdə deyir axı CB ilə AC bərabərdir. Şola bu CB ilə bu AC bir-birlərinə bərabərsə, bura X, bura B-dirsə, bura ilə bura bərabərdir axı. Bura X ilə B-nin cəmi çəkisi birlikdə, burada X ilə B-nin cəmi olacaq. İndi şərtə baxın. İndi bunu biraz da sərgəl çəkək ki, tam görsənsin. Bura A-dır, tən orta C-dir, bura B-dir. Burada da bir D nöqtəsi yerləşir. Deyir A-dan D-yə qədər məsafə A-dır. Bura B-dir, bura X-dir. C tən orta olduğuna görə burada X ilə B-nin cəmidir. İnşallah nəyə fikir verirsiniz? X ilə B-nin cəmi, bir də X-i toplasaq bizə A-nı verəcək. Gəlin görün, düzmü yazdım? Bəli. Yəni, buradan bura qədər bütöv məsafə bizə A-nı verirsə, yəni X ilə A nəyə bərabərdir? A bərabərdir X ilə B-nin cəmi, X ilə B-nin cəmi. Bir də bu X-i toplasaq bizə A-nı verəcək. X üstəgəl B ilə, X üstəgəl B ilə, bir də bu X-in cəmi A-nı verirsə, bizdən soruşur buradakı X-i tap. Gəlin tapaq. A bərabərdir B üstəgəl X ilə X-i topladıq 2X. Buradan B-ni sola aparsaq A çıx B-dir, sağda olacaq 2 vur X. X də nəyə bərabərdir? 2-ni X-a vuranda A çıx B-ni verirsə X nəyə bərabərdir? A çıx B-ni nəyə bölərik? 2-yə bölərik. Deməli X-in qiyməti A çıx B böl 2-dir, yəni C variantı. 17-də cavab oldu C variantı. Keçən növbət. Gəlin 19-a baxaq. 19-da deyir ki, AB parçası A nöqtəsindən başlayaraq, bir dənə uşaqlar AB parçası çəkək. Deyir AB parçası A nöqtəsindən başlayaraq C nöqtəsi ilə 4-ün 5-ə nisbətində. Uşaqlar 4 böl 5 nə deməkdir? Yəni 4x 5x. Deyir AB parçası C nöqtəsi ilə A nöqtəsindən başlayaraq 4x və bir də 5x nisbətində bölünüb. Sonra nə deyir? D nöqtəsi ilə 7-nin 2-yə nisbətində bölünüb. Yəni bu nə deməkdir? D nöqtəsi ilə A'dan söhbət A'dan başlayaraq gedir. AB parçası A nöqtəsindən başlayaraq C nöqtəsi ilə 4-ün 5-ə, D nöqtəsi ilə 7-nin 2-yə nisbətində bölünüb. Yəni D nöqtəsi A'dan başlayaraq D nöqtəsi ilə A'dan başlayaraq 7-nin 2-yə nisbətində bölünüb. Yəni bura 7x-dir, bura 2x-dir. Uşaqlar baxın. Bu məsafə 5x-dir. 5x-dan bu 2x-i çıxanda bura verir 3x. Çünki bura 2x axı 3x-dan 2x-in cəmi 5x-də, 5x-dan 2x-i çıxanda 3x verir. Baxırıq ki, bəli, bura 4x-dir. 4x-dan da bu 3x-i toplasaq, bizə bu 7x-i verəcək. Sonra nə deyir? AC-nin uzunluğu, uşaqlar, AC-yə baxın. AC-nin uzunluğu 8-dir. Uşaqlar, AC-nin uzunluğu həm 8-dir, həm də AC-nin uzunluğu 4x-dirsə, 4x-i 8-ə bərabərliyi 8-də 4-ə bölü 2-ni verir. Deməli, x-in qiyməti 2-dir. Bizdən nəyə soruşur tap? CD parçasının uzunluğunu tap. Uşaqlar, CD parçasının uzunluğu nə qədərdir? CD parçasının uzunluğu 3x-dir. Bizdən 3x-i soruşur tap. X-in yerinə 2 yazsaq, CD-nin uzunluğu olacaq 6. Yəni bu sualın cavabı oldu 6. A variantı. Deməli 19-da cavab oldu A variantı. 20 ilə 21 oxşardı. 20 ilə 21 oxşardı. Əslində buna oxşar sual yazmışıq. Gəlin bunu da sürətli yazaq. 20-də nə deyir? Bir dənə AB parçası çəkək. Bunun üzərində bir K nöqtəsi qeyd edək. Deyir AB-miz uşaqlar, bax burada şərt nədir? Hər zaman yadda saxlayın. Birinciyə birinci uyğun gəlir, ikinciyə ikinci. AB-yə 5x uyğun gəlir. Yəni A-dan B-yə qədər məsafə 5x-dir. KB-miz isə uşaqlar 3x-dir. İkinciyə ikinci uyğun gəlir. KB-miz isə 3x-dir. 5x-dan 3x çıxanda burada olur 2x. Bizə nəyi soruşur? AK böl AB-ni tap. Uşaqlar, biz bunu kəsrə çevirsək, AK böl AB-dir. AK-mız neçə x-dir? 2x-dir. Baxın budur. Bəs AB-miz neçə x-dir? AB bütövlükdə budur. 5x-dir. Onda uşaqlar, buradan x-lar gedir, qalır 2 böl 5. Bunda nöqtəli böləyə çevirsə, cavab olacaq 2 böl 5. Bu sualın cavabı oldu 2 böl 5. Yəni C variantı. Sonra gəlin 21 oxşardı. Gəlin 22-yə baxaq. Uşaqlar, şuaların sayı, bax 22-də nə deyir? 22-də yuxarıda şuaların sayıdır. Aşağıda nöqtələrin sayı. Düstur nə idi? Şuaların sayı bərabərdir 2 vur n-ə. Yəni nöqtələrin sayını 2-yə vursaq, şuaların sayını verir. Uşaqlar, nöqtələrin sayı 2-dirsə, şuaların sayı neçə olacaq? 2-yə vur 4-ü verəcək. Nöqtələrin sayı 3-dürsə, şuaların sayı nə qədər olacaq? Yəni n-in qiyməti 3-dürsə, şuaların sayı olacaq 3-ü 2-yə vur 6. Yəni K-nın qiyməti 6-dır. Nöqtələrin sayı 4-dürsə, 2-ni 4-ə vuranda nəyi verəcək? M-in qiyməti olacaq 4-ü 2-yə vuranda 8-i verəcək. Yəni 2 dənə şua olanda 4, 2 dənə nöqtə olanda 4 şua, 3 nöqtə olanda 6 şua, 4 nöqtə olanda 8 şua.
Deməli uşaqlar tapdıq. Bizdən nəyi soruşur? N neçədir? 4-dür. Üstəgəl M 8 çıx K. K da 6-dır. Bizdən bunu soruşur tap. 4 üstə 8 gəl 12, 6 çıx 6-nı verəcək. Doğru cavab B variantı. Bu da oldu 22-nin cavabı B variantı. Gəlin növbət suala baxaq. 23-də nə deyir uşaqlar? Düz xətt üzərində bir dənə düz xətt götürək. Düz xətt üzərində ABC'də nöqtələri ardıcıl qeyd olunub. Deməli düz xətt üzərində A, B, C və D nöqtələri ardıcıl qeyd olunub. Elədim. Deyir AC ilə BD qiyməti 17-dir. Uşaqlar, baxın, AC-nin də qiyməti 17-dir. Yəni buradan bura qədər də məsafə 17-dir. Və BD-nin də qiyməti 17-dir. BD-də baxın buradır. Burada 17-dir. Sonra AD-nin qiyməti 23-dür. AD nə demək olar? A-dan D-yə qədər məsafə 23-dürsə, deməli bu 23-dən 17-ni çıxsaq, deməli 23-dən uşaqlar 17-ni çıxanda 6-nı verəcək. Deməli bu məsafə 6 olmalıdır ki, 6 ilə 17-nin cəmi 23-ü versin. Sonra burada 17 ise yine 23'ten de bu 17'nin çıxanda burada yine 6 olmalıdır ki 6 ilə 17'nin cəmi 23'ü versin. Bizdən nəyi soruşur tap? BC-nin uzunluğunu tapın. Uşaqlar, bəs buradan bura qədər məsafə 17'dir. Bu məsafə 6-dırsa 17'dən də 6'nı çıxsaq bu məsafəni soruşur da. Bu məsafə də olacaq 11. Yəni 6 ilə də 11'in cəmi bizə 17'ni verəcək. BC-nin uzunluğu neçə oldu? BC-nin uzunluğu oldu 11. Yəni B variantı. 24 bunun oxşarıdır. Gəlin 25'e baxaq. Bunu sildik. Baxdıq 25'e. %25'də nə deyir? 25'də deyir ki, bir dənə AB parçası çəkək. Yuxarıdan çəkək şu olar. Yuxarıdan çəkək AB parçasını. Əvvəla parçanı çəkək. Deməli belə bir parçamız var. Bura A'dır. Burada 2 dənə nöqtə qeyd olunub. Burada B'dir. Nə deyir? Uzunluğu 60 olan AB. Deməli şu olar AB'nin uzunluğu 60'dır. Bunu bildik. Deyir AB'nin üzərində götürülmüş C və D nöqtələri qeyd elədik. A nöqtəsindən başlayaraq 2x, A nöqtəsindən başlayaraq 3x və 5x nisbətində bölünüb. 2 bölü 3 bölü 5, 2x, 3x, 5x nə deməkdir? Birdən soruşur BD parçasının ala biləcəyi qiymətlərin cəmi. Aha, maraqlı sualdır. Uşaqlar, burada 3'ünü toplasaq, yəni 2x, 3x, 5x'i toplasaq 60'ı verirsə, bu olacaq 10x bərabərdir 60. X'in qiyməti neçə oldu? 6 oldu. Bu x'in bir qiymətidir. X'in də yerinə 6 yazsaq, 2'ni 6'ya vursaq 12'ni verəcək. 3'ü 6'ya vursaq 18'i verəcək. 5'i 6'ya vursaq 30'u verəcək. Bu şərtə görə BD parçasının ala biləcəyi qiymətlərin cəmi. BD parçasının uşaqlar bir qiyməti neçə oldu? 30 oldu. BD'nin bir qiyməti oldu 30. Bəs burada başqa hansı şərt ola bilər? Bu birinci haldır. Biz uşaqlar C'ni burada götürdük, D'ni də burada götürdük. Bəlkə yerləri bunu dəyişikdir. Onda yerlər dəyişik olsa, AB parçası üzərində C və D nöqtələr götürürsə, gəlin yerlərini dəyişək. Bura D deyək, bura C deyək. Bu zaman belə olsa, A nöqtəsindən başlayaraq yenə 2x, 3x, yenə 5x nisbətində bölünürsə, yenə AB'nin uzunluğu 60'dırsa, yenə hamısını toplasaq 10x bərabərdir 60'dır. X'in qiyməti olur 6. Onda apar x'in yerinə, bu da ikinci haldır uşaqlar. Baxın, yuxarıdakı birinci haldır, bu da ikinci haldır. Sadəcə C ilə D'nin yerlərini dəyişdi. Yenə A'dan başlayaraq 2, 3, 5 nisbətində bölündü. X'in yenə 6 yazsaq görək nə olacaq? 2'yi 6'ya vur, bura oldu 12. 3'ü 6'ya vur 18. 5'i 6'ya vur 30. Bizdən nəyi soruşur tap? BD'ni soruşur tap. Uşaqlar, BD'nin uzunluğu, baxın, BD'nin uzunluğu. Nə ilə nəyin cəmidir? 30 ilə 18'in cəmidir. B'dən D'yə qədər məsafə, yəni BD məsafəsi 18 ilə 30'un cəmidir. 18 ilə 30'u toplasaq bizə verəcək 48. Deməli uşaqlar, BD'nin uzunluğu ya 30'dur, ya da BD'nin uzunluğu 48-dirsə, bizdən nəyi soruşur? BD parçasının ala biləcəyi qiymətlərin cəmi. BD parçasının ala biləcəyi qiymətlərin cəmi, yəni 30 ilə 48'in cəmi bizə verəcək 78'dir. Bu sualın uşaqlar cavabı oldu 78 Y variantı. Bu da oldu 25'in cavabı Y variantı. Bu da belə getdi. Gəlin 26'ya baxaq sürətli. Bunu sildi. Baxdıq sürət 26'ya. 26'da nə deyir?
Deməli 26 deyir ki, yenə buradan qeyd edək. Deyir AB parçası bir ucundan, AB parçasının bir ucundan AB'nin uzunluğunun 20% kəsilərək AD parçası alındı. Deməli AB parçasının bir ucundan. Gəlin bir dənə AB parçası götürək. Fikrimiz qarışmasın. Deyir AB parçasının bir ucundan AB'nin uzunluğunun 20% kəsilərək AD parçası alındı. Deməli AD parçası alındı. Şöyle gəlin AB'nin uzunluğuna 1x yazaq. X olsun. AB uzunluğu x-dırsa AB'nin uzunluğu x. AB'nin bir ucundan 20% kəsilərək. Şöyle 20% nə deməkdir? 20% 0.2 deməkdir. Yəni x-in 20% kəsilirsə, x-in 0.2 hissəsi kəsilir. Bu kəsilən hissə olacaq. Kəsilən. Deməli, bu buradan yazaq. Bu kəsilən hissədir. Deməli, AB parçasının bir ucundan AB'nin uzunluğunun, yəni x-in uzunluğunun 20% kəsilərək AD parçası əmələ gəlir. Şöyle təsəvvür edək ki, baxın, bu BD hissəsi kəsilir. BD hissəsi kəsilir, AD əmələ gəlir. Yəni, bunun 0.2x-i kəsilir. Yerdə nə qalır? Yerdə qalır AD parça. AD parçası olur 0.8x. Bunu qeyd elədik. Deyir AB parçasının bir ucundan AB'nin uzunluğunun, yəni x-in uzunluğunun 20%, yəni bu hissə kəsilərək AD parçası əmələ gəlir. Onda x-in 0.2x-i kəsiləndə 0.8x qalır. Bunu bildik. Sonra deyir AD parçası digər ucundan AB'nin uzunluğunun 70% artırılaraq. İndi gəlin belə eləyək. Bunu sildik. Deyir AB növbəti cümləyə baxaq. Digər ucundan qırmızı ilə qeyd edək ki, tam görəsiniz. Deyir digər ucundan AB'nin uzunluğunun 70% qədər artırılaraq. Deməli digər ucu da uşaqlar A ucudur. A ucundan AB'nin uzunluğunun 70% artırılaraq AB'nin uzunluğu nədir uşaqlar? X-dir. X-in uzunluğunu 70% artırmaq x-in 0.7 hissəsi qədər artırmaqdır. Onda uşaqlar buradan bura qədər, baxın, buradan bura qədər A-nın digər ucundan, yəni A-dan AB-nin, yəni x-in uzunluğunun 70% qədəri, yəni x-in 0.7x qədər artırılaraq 70%, yəni x-in 70% nə deməkdir? X-in 0.7 hissəsi deməkdir. Deməli deyir AB parçasının uzunluğunun, yəni x-in 70%, x-in 70% 0.7x-dir. Yəni 70% qədər artırılaraq, yəni 0.7x qədər artırılaraq DY parçası alındı. Deməli burada da bir DY parçası alındı. DY'nin uzunluğu uşaqlar 60'dır. Deməli burada bir dənə belə bir DY parçası alındı deyək ki, deyir DY'nin uzunluğu 60'dır. Buranın uzunluğunu 60 götürsək, AB'nin uzunluğunu soruşur tab. Şöyle 0.7x buradır, 0.8x buradır. Bu ikisini toplasaq 1.5x verəcək. Bu da nəyə bərabərdir? 60'a bərabərsə, x da nəyə bərabərdir? 60'ı nəyə bölərik? 1.5'ə. Məxrəci 10'a vur 15, sürəti 10'a vur 600. 60'ı 15'ə böləndə 4, yanına da bir dənə bu sıfırat 40. Deməli bizdən nəyi soruşur tab? AB'nin uzunluğunu soruşur tab. AB'nin uzunluğu ilə uşaqlar x-dır da. Onda AB'nin uzunluğu x-dırsa, x-in də qiyməti 40 olduğuna görə deməli elə AB'nin uzunluğu 40'dır. Yəni Y variantı. Bu da oldu uşaqlar 26'nın cavabı Y variantı. 26'da Y variantı. Gəlin növbəti suala baxaq. Gəlin uşaqlar 27'yə baxaq. 27'də nə deyir? Düz xəttdən 3 cm məsafədə yerləşən nöqtə. Uşaqlar deyək ki, bu bizim düz xəttimizdir. Düz xəttdən 3 cm məsafədə yerləşən nöqtə. Deyək ki, düz xəttdən belə bir A nöqtəsi var. Bu balaca A düz xəttindən bu A nöqtəsinə qədər məsafə 3 məsafəsi nə deməkdir? Məsafə deyəndə ən yaxın məsafə nəzərdə tutulur. Çünki A-dan, uşaqlar baxın bu A düz xəttidir. A nöqtəsindən A düz xəttinə qədər məsafələr sonsuz sayda ola bilər. Ona görə məsafə deyəndə hər zaman ən yaxın məsafədir, yəni perpendikulyar. Düz xəttdən 3 cm məsafədə yerləşən nöqtədən bu düz xəttə uzunluqları 5 olan 2 dənə mail çəkilmişdir. Deməli A nöqtəsindən 2 dənə belə mail çəkilmişdir. Baxın uşaqlar, bu mail deməkdir. Bu mail yəni əyri xəttdir. Yəni hipotenuz deməkdir. Mail çəkilmişdir və uzunluqları 5 olan 2 mail çəkilmiş. Uşaqlar, bu maillərin uzunluqları 5-5-dirsə, baxın, hipotenuz 5, katet 3 olanda bu katet avtomatik 4 olur Pifagora görə. Hipotenuz 5,
Bu katet 3 ise bu katet olacaq avtomatik 4. Pifagorda hardan bildik? Pifagora görə bura A, katetin biri B'dir. Burada C'dirsə Pifagora görə A kvadratla B kvadratın cəmi hipotenuzun C'nin kvadratını verəcək. Yəni burada A'nı yerinə aparıb 3 yazsaz, C'ni yerinə aparıb 5 yazsaz görəsiz ki, B'nin qiyməti 4'dür. Onda burada 4'dür, burada 4'dür. Nəyi soruşur? Mailin oturacaqları arasındakı məsafə. Uşaqlar, mailin bir oturacağı buradır. Mailin bir oturacağı da buradır. Deyir, bu maillərin, bu oturacaqları arasındakı, bax, bu məsafəni soruşur da, bu məsafədə 4 ilə 4'ün cəmidir, yəni 8'dir. 27'nin cavabı oldu 8. Uşaqlar, 28 rahatdır. Bunu mən elə gəlir, rahat özünüz yaza bilərsiniz. Gəlin növbət suala baxaq. 29'a baxaq. 29'da nə deyir? C nöqtəsi AB parça, deyir, bir dənə AB parçası çəkək. Deyir, C nöqtəsi yerləşsin burada. Deyir, C nöqtəsi AB parçasını A'dan başlayaraq 2'nin 3'ə, yəni 2x, 3x nisbətində bölür. AB'nin uzunluğu deyir 45'dir. Uşaqlar, AB'nin uzunluğu həm 45'dir, həm də AB'nin uzunluğu deməli, AB'nin uzunluğu uşaqlar həm 45'dir, həm də AB'nin uzunluğu 2x ilə 3x'in cəmidir, yəni 5x'dir. 45 də 5'ə böləndə bizə 9'u verir. 2'ni uşaqlar, apab x yerine 9 yazsaq, 2'ni 9'a vur 18'dir. 3'ü 9'a vuranda burada bizə verəcək 27. Deməli, CB 27'dir, AC də 18'dir. Bizə nəyi soruşur? Tap, CB'ni tap. Uşaqlar, CB məsafəsi neçədir? 27. Bu da oldu 29'un cavabı. 29'un cavabı 27. 30 bunun oxşarıdır. Gəlin növbət suala baxaq. Bunu silək. Gəlin baxaq 31'ə. 31'də deyir ki, düz xət üzərində 6 nöqtəni. Uşaqlar, düz xət üzərində 6 dənə nöqtə deyilsə n6'dır. Əmələ gətirdiyi şuaların sayı. Şuaların sayı nədir? 2n'dir. Yəni 6'yı 2'yə vur 12. Parçaların sayı da n vuraq n çıx 1 böl 2'dir. Bu da parçaların sayını üstürdür. N'in yeni 6 yazsaq, 6 nəyə vuruq? 1 vay kiçiyinə 5'ə böldü 2'yə. 30'un yarısı nəyə verəcək? 15'i verəcək. Deməli, şuaların sayı 12'dir. Parçaların sayı da 15'dir. Bizə nə deyir? Deyir, şuaların sayı 12, parçaların sayı 15'in neçə faizidir? Uşaqlar, 12 15'in neçə faizdir deysə, faiz suallarında belədir. Bir ədəd digər ədədin neçə faizdir deysə, hər zaman sonuncu ədədi 100% götürürük. Burada sonuncu ədəd 15 olduğuna görə 15'imiz 100% isə, onda 12'miz, birinci ədədimiz 12'miz neçə faiz olacaq? X. Çarpı şəklində vursaq, 12 vuraq 100 bölək 15'ə. 5'ə böl 20, 5'ə böl 3, 3'ə böl 1, 3'ə böl 4. 4'ü də bu 20'yə vursaq nəyə verəcək? 80 verəcək. Yəni burada cavab olacaq 80%. Yəni uşaqlar, bu sualın cavab oldu 80%. 32 bunun oxşarıdır, getdi. Gəlin növbət suala baxaq. Baxdıq 33'ə. 33'də uşaqlar, gəlin verilənlərlə üstündə qeyd edək. 33'ə baxaq. Deyir, CK uşaqlar, baxın buradır. Birinciyə birinci uyğun gəlir, ikinciyə də ikinci uyğun gəlir. CK'mız buradır. Bura 3x'dir. Bu KD'miz isə uşaqlar, baxın buradır. Burada 2x'dir. Sonra nə deyir? Deyir, AK'mız, AK aradır. Baxın uşaqlar, AK buradır. AK'mız neçə x'dir? 9x. AK'ya 9x yazsaq, 9x'dən bu 2x'ı çıxsaq, bura olur 6x. Sonra KD'miz isə uşaqlar 2x'dir. KD yenə 2x'ə uyğun gəlir. Sonra şunun nə deyir uşaqlar? AC də BD də 18'dir uşaqlar. Baxın, AC haradır? AC buradır. AC də 18'dir və BD də 18'dir. BD də buradır. Burada 18'dir. Bizdən nəyə soruşur tap? CB'nin uzunluğunu tapın. Suala. Uşaqlar, AC'miz həm 18, həm də AC'miz 6x-sa, 6x uşaqlar 18'ə bərabərsə, x-in qiyməti də 3'dür. X-i tapdıq. Bizdən soruşur, deməli, x-in yenə aparıb 3 yazsaq, 3'ü 3'ə vursaq, bu məsafə olur 9. 2'ni 3'ə vursaq, bu məsafə olur 6. Bizdən nəyi soruşur tap? CB-ni. İnşallah, CB nə deməkdir? CB baxın buradır. Yəni, CB. Həm C-dən B-yə qədər bu məsafə həm 9'un, həm 6'nın, həm də 18'in cəmidir.
Yəni 9 üstəgəl 6 üstəgəl 18. 15-in üstə 18 gələndə 33 verəcək. Yəni CB məsafəsi olur 33. Deməli uşaqlar, bu sualın cavabı oldu 33. Elə 33-də cavab elə 33-dür. Elə bu sualın cavabı oldu 33. 33'də cavab elə 33'dür. Sonra keçən növbəti suala baxırıq ki, bəli 34 oxşardır, 34 ehtiyac yoxdur. Gəlin sonuncu 35 ilə də 36 bir-birinə oxşayır. Gəlin sonuncu 35-in sualına baxaq. Gəlin uşaqlar, 35'ə baxaq. 35'də əvvəla parçanı çəkək. Deyir bura M'dir, bura A'dır, bura C, biraz uzadıb deyir bura B'dir, bura B'dir və buranı da biraz uzadıb deyir bura K'dır. Nə deyir? Deyir AB parçası uşaqlar, baxın budur. Deyir AB parçası üzərində götürülmüş C nöqtəsi A nöqtəsindən başlayaraq 2x 3x nisbətində bölünür. Yəni C nöqtəsi A'dan başlayaraq 2-nin 3-ə nisbətində bölünür. Və AB parçası bu düz xətt üzərində hər iki ucudan 5 cm artırılarsa, yəni AB parçası A ucundan da 5 cm artırılır və AB parçası B ucundan da 5 cm artırılırsa, sonra nə deyir? Deyir MC'miz neçə x-dır? 3x-dır. Baxın, MC uşaqlar baxın burada. Artıq biz bura 3x deyə bilmərik. Çünki fərqli uzunluq ola bilər də. MC'yə 3y yazaq. CK'mız olsun 4y. CK da baxın burada 4y'dir. İndi nəyə fikir verirsiniz? Bura 5'dir, bura 2x'dir. Onda buradakı 3y nəyə bərabərdir? Deyirsən ki 3y bərabərdir, 5 üzərinə gəl 2x-a. Bunu bildik. Bura 3x'dir, burada 5'dir. Onda buradakı bu mən nəyi səhv yazmışam? MC CK'mız 4y'dir. Onda bura 4y'dir. CB'miz uşaqlar buradakı 4y nəyə bərabərdir? Bu 3x-dan 5-in cəmidir. Bunu da qeyd elədik. Onda biz bu ikisinə tənliklər sistemi kimi baxsaq necə baxaq? Mənfi 2x sola aparaq. Mənfi 2x sağda 5 qalsın. Bu bir ifadə. Buradan da uşaqlar 3x sola aparsaq 4y çıx 3x sağda da yeni 5'dir. Onda buna ikisinə tənliklər sistemi kimi baxaq. 3y çıx 2x bərabərdir 5'ə. Burada da 4y çıx 3x yenə 5'ə bərabərdir. Gəlin neyək? Gəlin verəcək. Yuxarıdakını bunu uşaqlar 2 ilə 3 ortaq məxrəc 6. Bizə nəyi soruşur tab? AB parçasını soruşur tab. AB-ni soruşursa tab. AB-miz də 2x-dan 3x-in cəmidir. Yəni 5x-dir. Yəni bizdən soruşur ki AB-ni tap. AB-ni tapmaq elə 5x-i tapmaq deməkdir. Birinci nə etməliyik? Biz x-i tapmalıyıq. Uşaqlar buradan biz x-i tapmaq üçün neyək? Bu 3 ilə 4-ə ortaq məxrəc 12 eləyək. Amma birini müsbət 12 eləyək, birini mənfi 12. Onda yuxarıdakını mənfi 4'ə vuraq, aşağıdakını müsbət 3'ə vuraq, sağlı sollu. Yuxarıdakını mənfi 4'ə vursaq, sağlı sollu. 3y mənfi 4'ə vur, mənfi 12y. Mənfi 4'ü mənfi 2x-ə vur, müsbət 8x. Mənfi 4'ü sağdakı bu 5'ə vursaq, mənfi 4'ü 5'ə vursaq, mənfi 20'ni verəcək. Deməli aşağıdakı neyək? Aşağıdakını sağlı sollu müsbət 3'ə vuraq. 4y 3'ə vur, 12y. Bu 3x-i mənfi 3x-i 3'ə vur, mənfi 9x. 5'i də 3'ə vur, 15. Alt alda toplasaq uşaqlar, mənfi 12y ilə 12y toplasaq gedir. 8x ilə mənfi 9x toplasaq, 8x-dan 9x çıx, mənfi x. Bəs mənfi 20 ilə 15 toplamaq nə deməkdir? 15-dən 20 çıxırsa, bizə mənfi 5'i verir. Mənfi x uşaqlar, mənfi 5'i verirsə, deməli x-in qiyməti müsbət 5'dir. İndi aparıb, bizdən x-in qiyməti lazım idi. X-in qiyməti 5 isə, 5 də 5'ə vuranda bizə nəyi verir? 25'i. Yəni bizdən AB-ni soruşur. AB-nin qiyməti oldu uşaqlar 25. Yəni bu sualın cavabı oldu 25. Bu da oldu 35'in cavabı. 35'in cavabı 25'dir, bəli. Və 36-da eynən bunun oxşarıdır. Deməli uşaqlar, bu oldu Həndəsə sənət anlayışının birinci bölməsinin testlərinin izahı. Sağ olun, hələlik.